Salam dostlar. Dərslərimiz davam edir. Bugünkü dərsimiz internetlərdir. İnternet nədir və necə istifadə olunur? İnternetlər bir səhifədən digər səhifəyə keçid etmək üçün lazım olan bir kod blokudur. Mütəmadi olaraq, məsələn biz hər hansı bir aktivitetdən, bax gördüyünüz bu bir aktivite sayılır. Digər bir aktiviteye keçid etmək üçün istifadə edə bilərik. Bunun müxtəlif qaydaları da var. Tək internet vasitəsilə bu edilmir. Müxtəlif kod metodlar da var ki, biz bunlardan fraqmentlər var ki, biz bunlardan istifadə edərək də bu əməliyyatları edə bilərik. Həmçinin də internetlər tək aktivite arasında keçid yox. Məsələn, tutalım ki, biz zəngə daxil olmaq istəyəndə və yaxud da hər hansı bir e-postu göndərmək istəyəndə və yaxud da qaleriyadan hər hansı bir məlumat çəkmək istəyəndə internetlərdən də istifadə edirik. Bunların belə deyək, adları da açıq internetlər deyilir və qeyri-müəyyən internetlər deyilir ki, biz bunlardan müxtəlif vaxtlarda istifadə edirik. Yəni qeyri-müəyyən internetlər adətən servislərə bağlı olur. Yəni hər hansı bir servis üzərində işləyir. Yəni biz bu internetdən istifadə edərək, məsələn, hər hansı bir Android tərəfindən yaradılmış servisdən istifadə etmiş olur. İnternetləri biz ilk olaraq istifadə etmək üçün mən burada qayıdıram bizim layout hissəsinə bir düymə yaradıram ki, məsələn, mən hər hansı bir butonu tıklayanda digər səhifəyə keçid edə bilirsin. Burada yazıram, məsələn, next text hissəsində və burada da on click hissəsində də yazıram next düyməsi və bunun da constraintlərini verir. Artıq mən bu düyməni tıklayanda digər səhifəyə keçid etmək üçün bunun kodunu yığmaq istəyirəm. Həmin bu funksiyanı on clickdə tanıtdığımıza görə biz ilk olaraq buradakı həmin bu funksiyanı ekrandan görüntüsünü tamamlamalıyıq. Ban next mötərizə içərisində ekranla bağlantısını edirəm və bəzəkli mötərizəmi açıram. Bizim ikinci olaraq biz hər hansı bir aktivite yaratmaq üçün, baxın dostlar, solda bizim app papkamızın içərisində, baxın bu main aktivitenin üzərində bax bu cür papka var. Bunun üzərində biz sağ düyməni tıkladıqda, baxın bizə belə bir tablet əmələ gəlir. Burada nüyə daxil olub necə ki klasslar yaradırdıq. Eyni qaydada da baxın aktivitelər yarada bilər. Aktivitelər yaradan zaman bizə hazır ekranlarda var. Həmçinin də qaleriyaya daxil olub, içərisində bizə məsələn biz hansı punktdan istifadə etmək istəyirik, ondan da istifadə edə bilərik. Baxın, mən indi burada FTP aktiviteden istifadə edəcəm. Yəni eyni bizim bu qaydadakı kimi, yəni içərisindəki məlumatları özüm doldurmaq istəyirəm. Və next düyməsini tıklayıram. Burada da eyni prinsiplə yazıram second activity. Baxın dostlar, second activity yazanda mənə artıq bu aktivitenin yaratmağımı istəyirəm. Burada müəyyən tabliçalar var ki, biz bunlardan gələcəkdə də müxtəlif vaxtlarda istifadə edəcəyik. Baxın, burada quş işarəsi var ki, məsələn, generate layout file. Mən bunu məsələn götürsəm, bu mənim aktivitim aktiv olmayacaqdır. Və digər olaraq launch activity'də mən həmin znakı məsələn burada yazsam, artıq buradakı mənim digər ikinci yaratdığım aktivite əsas aktiviteye keçiriləcək. Lakin mən istəyirəm ki, birinci aktivitim bu olsun, ikinci aktivitim isə bu olsun. Ona görə də yəni burada heç bir dəyişiklik etmirəm. Əgər mənim hər hansı bir dəyişiklik etmək istədiyim halda buradakı əməliyyatlardan da belə deyə istifadə edə bilərəm. Ben finish düyməsini tıkladıqda artıq mənə ikinci aktivitini yaratmış olur. Baxın, həm layout hissəsində aktivitini yarattı. Həmçinin də baxın bu onun kod hissəsini yarattı. Yəni mən bunlardan istifadə edərək eyni buradakı prinsipləri icra edə bilərəm. İlk olaraq mənə lazım olmayan bu hissəni silirəm. Buradakı məlumatları silirəm və bunun dizayn hissəsinə qayıdıram. Burada mənə nə lazımdır? Mən istəyirəm ki, burada mənə yazılan, H-də yazılan datalar mənim ikinci aktivitimdir. Ekranda görsənsin. Bunun üçün birinci ilk olaraq mən bir dənə text yaradıram və içərisində qeyd eləyirəm ki, baxın, text yazım və burada da qeyd eləyək ki, məsələn, second activity olsun. Second activity yaratdı. Və bunu enter düyməsi tıkladıqda artıq burada göründüyü kimi yazıldı yazısı. Bunu məsələn mən mərkəzdə olmağını istəyirəm. Center yazıram və apply düyməsini tıklayıram və bunun da yazısını biraz böyük edək ki, bizim rahatçılıqla oxuya bilək. Məsələn, mən burada yazıram 24 və background'unu da verək ki, biraz səliqəli olsun. İçərisində tutalım ki, bu formada. Mən bunları indi sürətli şəkildə edirəm. Yəni siz də bunları artıq mən inanıram ki, sürətli şəkildə rahatçılıqla edə bilir. Bunu ikinci olaraq kopyaladım. Eyni yaratmayayım deyib mən ikinci olaraq kopyaladım və içərisində də tekstə daxil oluram. Burada da yazıram ki, məsələn, nəticə və 2 nöqtə. Yəni mənim burada yazılan məlumatım artıq burada ekranda görsənmiş olsun. Baxın nəticə. Bunları da məsələn bu butonlara, bu belə deyək ki, tabliçalara çatmaq üçün mən burada bindingdən yenə istifadə edəcəm.
Baxın binding istifadə edəndə latent var yazıram. Binding mənim ikinci olaraq bindingim yaranmış oldu. Çünki mən bindingi yaradanda, bax bu tabliçanı yaradanda bindingi build gradle içərisində tanıtmışdım. Bu artıq mənim bu klasım yarananda activity'nin bindingi yaranmış oldu. Mən həmin bu koddan istifadə edirəm və buradakı bindingi bura çağırıram. Və burada içərisində də yazıram binding activity second binding bağlamasını eləyirəm və içərisində ekranla bağlamasını da burada yazıram. Və burada da dostlar, hər dəfəsində biz büyü yaradırdıq. Burada bu cür etmək olar. Kodumuzun daha qısa və rahat olması üçün biz bu cür qaydada da edə bilərik. Bu bizim üçün heç bir fərq daşımır. Bunlar məsələn siz yazdıqca, öyrəndikcə bunları da əliniz öyrəşəcək. Necə rahat yaza bilərsiniz, hansı sizin üçün daha rahatdır. Mən ümumilikdə hamısından istifadə edirəm ki, sizlər də bunların belə deyim, məğzini tamamilə anlaya biləsiniz. Artıq mən burada binding yazıb nöqtə qoysam, baxın mənim tekstlərimi artıq burada ekranda görmüş oluram. İndi isə biz bunu keçək kod tərəfinə. Biz nə etmək istəyirik? İstəyirik ki, next düyməsini burada tıkladıqda bizim ikinci ekrana daxil olsun. Mən burada gəlirəm, burada yaratdığım next belə deyək, funksiyasının içərisinə bunu intended obyektini yaradıram. Obyekt yaratmaq üçün yenə yazıram intent və burada intent belə deyək, klasının özünü çağırır. Intent klasını çağıranda mənim içərisində mənə bir dənə kontekst istəyir və ikinci olaraq mən hara daxil olmalıyam, hara getmək istəyirəm. Həmin activity-ni yazıram. Və burada 2 nöqtə qeyd edirəm, class Java qeyd edirəm və bunu artıq yazandan sonra həmin bu intenti işə salmaq istəyirəm. Bu intenti işə salmaq üçün biz start activity-dən istifadə etməliyik. Bunun içərisində artıq intent yazanda mənim bu düyməni artıq tıklayanda ikinci ekranıma keçmiş olsun. Baxın, indi mən bunu run edirəm. Görəcəksiniz ki, artıq mənim, məsələn, mən bu next düyməsini tıkladıqda artıq ikinci ekrana rahatçılıqla keçə biləcəm. Baxın dostlar, next düyməsini tıklayıram, artıq mənim bu ikinci ekrana keçir. Burada da birinci hissədə constraintlərini vermədiyimizə görə bunlar üst-üstə gəldi. Yenə də bunu bir dənə tıklayaq, bizdə problem olmasın. Hərdən bax bu cür xırda səhvlər olur, onları da üzürlü sayır. Baxın, next düyməsini tıklayıram, artıq bu mənim ikinci ekranıma keçmiş olur. Baxın, ikinci ekrandan isə, məsələn, mən buradakı yazılan məlumatı istəyirəm geri qayıtma. Eyni qaydada da mən burada daxil oluram və burada da butonu gətirirəm, yaradıram. Burada eyni qaydada next yazaq və bunun da on klikini verək ki, burada da next olsun eyni qaydada, dəyişiklik olmasın. Bunun constraintini tez bir vaxtda verək və bunun kod hissəsində də funksiyasını yazaq. Fun, next, view'dan istifadə edirik. Oy. Və bəzərli mötərizəni açırıq. Yenə burada yazıram var. Intent və intentin özünü çağırıram və burada da yazıram. Birinci kontekstini qeyd edirəm. Sonra isə artıq main activity-yə keçid etməyini istəyirəm. Və həmin bu kodu işə salmaq üçün start activity intent yazın. Artıq bunu run eləyəndə, baxın dostlar, biz səhifələr arası rahatçılıqla keçid edə biləcəyik. Baxın, next etdim. İkinci səhifəyə keçdim. Next etdim. Birinci səhifəyə keçdim. Yəni burada artıq mənə heç bir problem yaratmadı. Bizdə burada səhifədə neysə oldu. Əlimizdən yazmadığımıza görə. Constraintlərini əlimizlə vermədik. Ona görə bu cür qarşılıq oldu. Bunları belə edək. Bu cür olsa bəs edir. Mən indi hal-hazırda dizayna çox fikir vermirəm. Yəni onları gələcəkdə artıq öyrəndikcə, hazır normal applicationlara keçəndə artıq onların içərisində edəcək. Baxın, artıq burada məndə bu göstərir ki, ikinci aktivitədəyim. Buradakı məlumatları biz birinci səhifədən artıq rahatçılıqla çəkə bilərik. İndi isə dostlar, biz nə etmək istəyirik? Mən istəyirəm ki, burada mənim birinci yazdığım H-in içərisində yazılan hər hansı bir datamız bizim ikinci səhifədə nəticənin içərisində görsənsin. Bunu etmək üçün mən, baxın burada intent yaratmışdım. Artıq bu həmin intentin içərisinə daxil olub, nöqtə işarəsindən istifadə eləsəm, mənə bax, müxtəlif metodlar verir. Bu müxtəlif metodlardan istifadə edərək, mən bu intentin müxtəlif əməliyyatlarını icra edə bilərəm. İlk olaraq bizə lazım olan put əmridir ki, biz
hər hansı bir məlumatı göndərmək istəyir. Bunu da etmək üçün put extra metodundan istifadə edəcək. Put extra metodundan istifadə edəndə məndən ilk olaraq string istəyir. String də nədir? Eyni shared preference-də açar bir kəlmə var idi. Eyni prinsiplə burada da eyni qaydadır. Mən burada artıq yazıram ki, məsələn, my age və buradakı, məsələn, my age belə deyək ki, bizim həmin bu datamızı istəyirəm digərində göstərsin. Artıq mənim bunun vasitəsilə bir məlumatım ikinci ekrana keçə bilər. Bunu da ikinci ekranda qəbul etməyim üçün mən burada onCredit içərisində kodlarımı yazmalıyım. OnCredit içərisində yazma səbəbim nədən ibarətdir? Mən məsələn ilk olaraq bu ekranı açanda OnCredit vasitəsilə bu ekran açılır da. Oradakı məlumatı artıq mənim internetimi bax çağırıb burada göstərə bilsin. Artıq mən burada bunu yazmaq üçün var, məsələn my age edək və içərisində də internet yazaq və bizim baxın dostlar, mən burada put extra eləyəndə mənim içərisindəki məlumatım nədir? Int tipindədir. Baxın mənə göstərir ki, int tipində sizin məlumatınızdır. Mən burada da eyni qaydada, məsələn, get int extra eləməliyəm ki, həmin mənə o çəkdiyim datanın tipini mən burada göstərə bilim. Baxın, ilk olaraq yenə mən burada yazıram my age. Çünki birincidə mən burada main activity-də bunun açar kəlməsini nə verdim? My age. Və ikinci olaraq da buradakı məlumatı, baxın burada göstərirəm ki, mənə ikinci olaraq məlumat istəyir. İkinci olaraq mənə istədiyim məlumat default bir rəqəmdir. Necə ki, məsələn, biz shared preference-də default -1 və yaxud da hər hansı bir rəqəm verirdik. Məsələn, mən burada default rəqəmi verirəm 0. Artıq bunun vasitəsilə mənim bu məlumatım, yəni əgər içərisində məlumat varsa, onu göstərəcək. Yox, əgər içərisində bir məlumat yoxdursa, mənə default bir rəqəm göstərəcək. Artıq mən bunu ekranda göstərmək üçün binding yazıram və burada text için istifadə edək, text və burada da qeyd edək ki, my age to string. Baxın dostlar, mən burada qeyd edeyim ki, bax belə bir şey edək bunun. Yəni nəticə sözü orada görsənsin. Nəticə və burada olsun dollar işarəsi my age. Mən bunu run eləyirəm. Bax, mən indi burada 45 yazdım. Save düyməsini tıkladım. Mənim bu nəticə hissəmdə artıq burada 45 görsəndi. Və next düyməsini tıklayanda, bax gördüyünüz kimi birinci səhifədə olan 45 dəyəri ikinci səhifəmdə mənim artıq burada ekranımda rahatçılıqla görsəndi. Mən məsələn tutalım ki, yenə qayıdıram, burada yazıram, tutalım ki 55 və save edirəm. Burada 55 görsəndi və next düyməsini tıklayanda artıq göründüyü kimi 55 düymə belə deyək, datası burada görsənmiş oldu. İnternetdə sadəcə internetin rolu bir səhifədən digər səhifəyə keçməkdir. Həmçinin internet vasitəsilə müəyyən qısa dataları da, müəyyən məlumatları da bir səhifədən digər səhifəyə göndərə bilər. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndinizsə like etməyi unutmayın. Kanalımıza abunə olun və ən başlıcası yeni dərslərimiz başlayacaq. Yəni mən özəl olaraq kurs keçirəm. Yəni bu dərslərdə əgər qoşulmaq istəyən insanlar varsa, burada mənim şəxsi nömrəmdir 055 478 0086. Bu nömrə ilə əlaqə saxlayıb dərslərimizə də qoşula bilərsiniz. Dərslərimiz kurslardan fərqli olaraq daha praktika yönlüdür, daha geniş məlumatlar var və onlara da nisbətən daha ucuzdur. Sağ olun, gələn dərs görüşənədək.